Setime gəlib, insan əlinə yeri yox idi. Məhtər qalırdım. Vermişəm, imtahasını onda elə nə ağzıma gəldi oxuyordum, da elə toyda nə oxuyordum bilmirdim. Amma indi görürəm ki, bu çətindir. İndi Allah imkan versə, bu dəqiqə demirəm. 65 yaşımda, orada da sual verdi, toya getmək. Dedim, valla toya getmək, gedəcəm, toya gedəcəm, hər toya getməyəcəm də. Yəni, təqaüdə çıxacaqsınız mı? Yorulmuşam, yox, hər toya dur, buradan rayona basıb gəlsən, əziyyətdir də, gəlirsən. Ocaqdakı yemək pişirdi. İndiki toylara gedirsən, nə akustika var, nə çalğını ala bilirsən, nə insanlar. Bir ortada bir ağız muğam oxuyarlar, bir lirik oxuyarlar. Belə şey yox da, girən kimi deyir ki, dayanma ha, qaşı oynasınlar. Bu 6-7 saat görürsən yorulur. Bu niyyətdən dedim ki, konserti bəlkə o vaxtı vida söz işlətdim. Yəni güya ayrılmaq yox. Bu sənət elə ki, bundan toya getməsən ayrılmayasın. O sefirə də çıxarsan, özünü də oxuyarsan. Yaxşı toylara gedərsən, 5 toya getmək, 2 toya get. Bu niyyətlə dedim. Dedim, səsimdə qusur olsa, büyün getmə.